Dekabrın 5-də Bakıda Turan Bala Bilgə Akademiyası təsis olunub. Bala Bilgə, yəni Bilgə Bala. Birinci Türk-Oloji Qurultayın 100 illiyi ərəfəsində keçirilən tədbirdə Türk dövlətlərindən görkəmli ziyalılar, elm və ictimaiyyət nümayəndələri, deputatlar və digər fəxri qonaqlar iştirak ediblər. Tədbir iştirakçıları şagirdlərin hazırladığı bədii proqramla qarşılandıqdan sonra Hədəf liseyində Turan çadırının açılışını ediblər. Turan Bala Bilgə Akademiyasının yaradılması, ortaq türk tarixi, mədəniyyəti, dili və elmi ənənələrinin araşdırılmasına, türk dilli ölkələr arasında elm, təhsil və innovasiya əməkdaşlığının genişlənməsinə, məktəblər arasında mədəni akademik əlaqələrin güclənməsinə xidmət edir. Mən bəli, xüsusilə qeyd eləmək istəyirəm ki, Bala Bilgə bu çox son vaxtlar populyar olan Azərbaycanda da uşaqlar arasında bir kurslar var, onlar təşkil ediblər. Hətta andı var ki, təbiəti sevəcəm, insanlarla xoş rəftar eləyəcəm. Çox maraqlı bir konsepsiyası var. Hər halda əziz dostlar, gəlin elə Şəmil Sadıq dinləyək. Hədəf Şirkətlər Qrupunun qurucusu. 9 ölkədən elm adamları, təhsil adamları, mədəniyyət adamlarının iştirakı ilə təsis olunan bu Bala Bilgə Akademiyasının məqsədi Türk ölkələrinin, türklərin, Turan balalarının məktəb yaşından bir-birini tanıması, Turan tarixinə yaxından bələd olması və bu akademiyanın nəzdində araşdırma, tədqiqat bacarıqları inkişaf elətdirməkdir. Oktyabr ayında Qazaxıstanda qurulan Turan Akademiyası nəzdində biz bunu Bakıda, Azərbaycanda Turan Bala Bilgə Akademiyasını təsis elədik və bu məktəblilər müəyyən günlərdə prosesə qoşulacaq. Araşdırma, tədqiqat bacarıqları həm Turan tarixini, həm Turan elmini, həm də dünya elmi ilə tanış olub, gələcəkdə mühəndislər, alimlər, mütəxəssislərin yetişdirməsi baxımından atılan bir sosial-ictimai layihədir.